Artıq sizinlə bayaq toxunmadığımız bir sıra məqamlara toxunmaq istəyirəm. Deməli, biz kardın yaranmasına baxdıq, düzdür? Amma bəzən yerləşdirmə zamanı səhifədə bunları yerləşdirərkən gördüyünüz kimi bu formada üzərinə çıxır və yaxud da yerləşdirmədə problemlər yaranır. Mən əsasən nədən istifadə edirəm? Gəlirəm bu general hissəsində effektsə və burada background hissəsində transparency var. Və mən bu şəffaflığı artırdığım zaman baxın, görürsüz, bu formada biraz qırağına keçdiyimdə artıq məndə bu formada rahat bir şəkildə keçə bilirəm biraz qırağına, düzdür? Bu formada hər üç vizualda da şəffaflığı artıracağam. Gördüyünüz kimi yenidən burada da şəffaflıq artdı və burada cardsda tutaq ki, mən bura əlavə eləmək istəyirəm, yazmaq istəyirəm ki, toplam satış məsələn, burada yazmaq istəyirəm toplam satış. Bu formada mən gəlirəm value hissəsində 2 dəfə tıklayanda toplam satış yazdım və gördüyünüz kimi kardın adı dəyişdi və bu formada da eyni şəkildə yazıram satış sayı. Okay, bunu enter vuranda gördüyünüz kimi burada adı dəyişdi. İndi mən tutaq ki, bilmək istəyirəm ki, məndə nə qədər müştəri var. Gəlin buna baxaq. Mən burada müştəri sayını bilmək üçün burada customer ID-ni bura gətirirəm və gördüyünüz kimi burada ilk customer'ın adını verdi mənə. Mən amma istəyirəm ki, bu sayı olaraq gəlsin, düzdür? Burada məndə 50 dənə müştəri oldu. Amma bu 50 dənə müştərinin hamısı fərqli-fərqli ID-lərə məxsus müştəridirmi? Bu formada mən count distinct eləyib, bu formada baxa bilərəm ki, bəli, həqiqətən də 50-si də fərqli müştəridir. Çünki biz müştəri table-na gətirdik. Amma biz eyni şəkildə, eyni əməliyyatı, gəlin bir dəqiqə kopyalayım. Bu formada customer ID-yə gətirsəm və bu formada count versəm, bir dəqiqə, okey. Burada da eyni məlumatdır. Çünki hər bir müştəri yəqin ki, bir dəfə satış olunub, ona görə, xeyr. Baxın, 50 müştəri sayıdır, amma 33 unique customer-dır burada da. Çünki satışı olan müştəri sayı 33 ədəddir. Fərqli-fərqli, yəni müştəri ID-si. Satış olunan müştəri ID-si. Müştəri sayı, daha doğrusu ID-si yazmayaq. Bu formada da mən rahat bir şəkildə gördüyünüz kimi bunları əlavə edə bilərəm. İndi sizə gördüyünüz kimi mən funnel deyə bir vizual əlavə etmişəm bura və bu vizualda siz yuxarıdan aşağıya doğru çox rahat bir şəkildə mən burada şəhərlər üzrə qoymuşam. Şəhərlər üzrə ən böyük, ən çox satış hansında olubsa bunlara baxa bilərsiniz və burada da siz həmçinin dizaynını edə bilərsiniz gördüyünüz kimi. Yəni mən olduğu kimi yerləşdirdim, açıq heç bir dizayn falan verməmişəm. Bu formada, yəni dizaynlarla tanış ola bilərsiniz. Bir də sizə bunu başa salım. Tutaq ki, siz bu formada bir-bir açmaq istəmirsinizsə də, burada expand all categories eləyib hər birini aça bilərsiniz və yaxud da tam tərsinə collapse eləyib hamısını bağlaya bilərsiniz. Bir də ki, məsələn, əvvəlki default belə deyək, settings ayarlarına qayıtmaq üçün vizualın bu formada reset eləyə bilərsiniz. Və burada da yenə eyni şəkildə title, effektlər hər biri ayrı-ayrılıqda qeyd olunub. İndi gəlin belə eləyək. Nəyi sizə başa salmaq istəyirəm? Tutaq ki, sizdə belə deyək, şəhərlər yazılıb 15 dənə, pardon, 15 dənə deyil də, bilmirəm neçə şəhərdir, təxmini bir şey dedim. Mən burada filtr qoymaq istəyirəm. Bilirsiniz də, burada Almatı, məsələn, Ankara, bu formada filtrlarımı qoya bilərəm. Tutaq ki, burada mən istəyirəm ki, 5 dənə top 5-lik görsənsin. Bunu necə eləyərəm? Məsələn, burada topu vurub 5 eləyib, burada apply eləyə bilərəm, düzdür. Amma burada value əlavə eləməliyəm. Nəyə görə sıralasın?
Bu total amount-u əlavə edib apply etdiyim zaman baxın, gördüyünüz kimi ilk 5'lik artıq məndə sıralandı. Mən amma istəyirəm ki, hamısı olsun. Ona görə də burada yığışdırıram. Basic filtering edib, select all edib, bu şəkildə top-eni yəni yığışdırıram. Sonrasında nəyi sizə göstərmək istəyirəm? Gəlin bundan danışaq. Deməli, səhifələrin kənarları gördüyünüz kimi bu formadadır, düzdür. Mən bu səhifəni böyüdüb balacalaşdıra da bilərəm. Bunu necə eləyirəm? Deməli, bir dəqiqə yenidən açım bu hissələri. Bunu açmağa gərək yoxdur. Bir dəqiqə. Okay. Bunu açdım, düzdür. Bu formada səhifədəyəm artıq. Səhifənin özündəyəm. Hər hansısa bir vizualın içində deyiləm. Baxın, səhifənin özündəyəm. Burada səhifənin page information hissələri var. Və burada səhifəmin adını dəyişə bilərəm. Tutaq ki, yazıram bura dashboard. Baxın, sheet-in adı da avtomatik olaraq dəyişdi. İndi isə mən istəyirəm ki, səhifəm daha belə uzun formada olsun. Baxın, bu formada. Siz gərək bu səhifəyə uyğun olaraq vizualları qoymalısınız bu formada. Və yaxud da belə seçə bilərik, belə tam uzun formada olsun. Bu formada artıq yerləşdirib dashboardu qura bilərsiniz. Ən çox istifadə olunan üsul əslində budur. Və yaxud da custom eləyib, burada əllə özünüz məsələn belə bu formada artırıb, baxın, bu formada görürsünüz, böyüdü. Artırıb azalda bilərsiniz. Bir də burada deməli mobil versiya var. Sizin dashboardunuz mobil versiyada necə görsənir? Bu formada siz mobil versiya üzərində də dəyişikliklər eləyib create eləyə bilərsiniz. Məsələn, auto create elədim. Məsələn, tutaq ki, mobildə bu formada görsənir və s. Bunları dəyişə bilərsiniz. Bu formada da silə bilərsiniz. Sonrasında mən desktop view-ya qayıdıram. Mən tutaq ki, rənglərlə bir-bir oynamaq istəmirəm. İstəyirəm ki, hər biri bir-birinə uyğun olsun. Gəlirəm view hissəsinə. Bu formada tutaq ki, baxın, rəngləri artıq dashboardda dəyişə bilərəm. Hər biri bir-birinə uyğun rənglərdir. Çox rahatlıqla bunlardan istifadə edə bilərsiniz. Baxın, yəni bu formada artıq dashboardda dəyişir. Tutaq ki, belə saxlayaq, yəni bundan çox oynamayaq. Deməli, mən sizinlə indi nədən danışacağam, bunu deyim. Buttonlardan danışmaq istəyirəm. Biraz gəlin bunları yuxarı qaldıraq. Çünki biz səhifəni böyütdüyümüz üçün avtomatik olaraq dəyişdi. Bu arada Format Painter-ı yəqin ki, xatırlayırsınız da. Format Painter bu formatı eynisini buna vermək üçündür. Yəni, bunu məsələn belə kopyalıb bu formada Format Painter eləsəm, yəni burada heç bir şey dəyişmədi, düzdür, amma formatını yəni eyni formada eləyə bilərsiniz. Tutaq ki, yazı stilini və s. Daha sonra sizlə danışmaq istəyəcəyim, deməli, button hissəsi idi. Mən tutaq ki, back, yəni bu formada buttonları əlavə edə bilərəm, reset və s. da, düzdür. Mən tutaq ki, özüm istəyirəm ki, bir button quram. Bu mənim buttonumdur, düzdür. Mən bu buttonu, baxın, bu formada, gəlin bunu bağlayaq, heç ehtiyac yoxdur. Bu formada buttonumu dəyişib düzəldə bilərəm. Bu default formada, bir dəqiqə hələlik buna keçid eləməyək. Deməli, stilini dəyişə bilərəm, hər bir məlumatı dəyişə bilərəm. Tutaq ki, mən, bunlar nə üçündür? Tutaq ki, siz bunu basılı saxlayanda, məsələn, buttonda nəysə dəyişsin. Düzdür, mən hələ heç bir buttona qoymamışam, heç bir əməliyyat, ona görə də heç nə olmur. Mən burada action-ı vururam. Baxın, artıq mən buttonun görürsünüz, klik edilə biləcək olur. Və mən buttonu klik etmək üçün Ctrl kliki vururam. Və bu avtomatik buna açıldı. Çünki əvvəldən ola bilər ki, bunu qoymuşuq, ona görə də olur. Bir dəqiqə. Və mən yenidən buttona klik edirəm. Action hissəsinə gəlirəm. Görürəm ki, məni atdı avtomatik bura, düzdür. Niyə ora atdı? Səbəbi nədir? Deməli, mən page notification eləsəm, baxın, görürsünüz, mən hər hansı tutaq ki, page-ə istəmirəm də gəlim buradan klik eləyəm, keçəm. Tutaq ki, mən istəyirəm ki, avtomatik olaraq gəlsin məndə
page 2-yə keçsin, düzdür? Mən kontrol klik etdikdə, baxın, bir dəqiqə, okey, etdim və gördünüz, avtomatik olaraq ikinci səhifəyə keçid aldı. Yəni bu buttonlar bunun üçün istifadə olunur. Təkcə təbii ki, bu yox, digər actionlar da var. Burada görə bilərsiniz də, yəni bütün actionları bir-bir görə bilərsiniz ki, sizdə nələr görsənir. Buttonlardan da bu qədər idi. Daha sonra siz hər hansısa bir fiqur əlavə eləyə bilərsiniz. Yəni bu formada, yəni istəsəz tutaq ki, məsələn, bu formada fiqur əlavə eləyə bilərsiniz. Bunu göstərmək istəyirsiniz, yəni çox rahatlıqla istifadə edirsiniz və yaxud hər hansısa bir şəkil əlavə eləyə bilərsiniz çox rahat bir şəkildə. Yəni hər bir şey əlavə etmək olur, silmək olur. Yəni çox rahat bir şəkildə Power BI-nin bu özəllikləri var və button-a da ad qoya bilərsiniz istəsəniz ki, biləsiniz nə demək istəyir. Tutaq ki, page 2 yazıram. Page 2, məsələn, bu formada yazdım. Baxın, gördüyünüz kimi artıq buttonumda yuxarıda title oluşmuş oldu. Bu formada effektlər də həmçinin, bunlar artıq bildiyiniz şeylərdir deyə ümid edirəm. Daha sonrasında shape-ini də bu formada, baxın, oval formasında da eləyə bilərsiniz. Bunu da göstərmiş olum. Məsələn, kalp formasında da eləyə bilərsiniz və s. Bu da oldu bizdə button mövzusu. Yəni çox rahatdır istifadəsi. Rahat bir şəkildə istifadə edə bilərsiniz buttonlardan da. View-nu da sizə danışdım artıq. Mövzular o qədər çoxdur, artıq bilmirəm ki, yəni nəyi tam olaraq danışdım, nəyi əhatə eləmədim. Ümid edirəm ki, yəni sizə tam aydın oldu. Növbəti videoda biraz DAX-dan danışaram və düşünürəm ki, artıq yavaş-yavaş yekunlaşdırarıq. İzlədiyiniz üçün təşəkkür edirəm.